xoş əhval-ruhiyyəli gəlmişdim bura. Siz mənim nasreniyamı pozsunuz. Vay vay. Mən elə gəlməmişdim. Mən çox gözəl nasreniya ilə başlamışdım. Mənim yəni çox yaxşı idi ab-havam. Bax, mən buradan toya gedəcəm. Ta ki siz bu agresiya söhbətini məndən elədiniz, mənim bütün keçin öldü. Yox. Sizin elə balaca etiket gördüm, onu göstərdim. Mən söyləmədim ki. Bəlkə mənim xoşum gəlmir elə şeydən. Xoşunuz gəlmirsə diqqətli olmalıydınız. İndi olur da insanıq. Adamın başına iş gələr, evdən tələsik çıxırıq. Xətrinə dəyib də, indiki Yox, indi o elə Xətrə çıxartmaq dəyməli lazım burada bir deyil. şey yox idi. Xətrə dəyməli bir şey yox idi. Vallahi yox idi. Mən bir xanımam, yadımdan çıxıb, evdən tələsik çıxmışam. Siz bunu normal, onu elə eləmək lazımdır mən ki, elə eləyəndə gülə-gülə qarşılayardıq, deyib gülərdik, hə, yaddan çıxıbdı, qalıbdı, normal bir şeydir də. İndi o baş verəndə hadisədir, baş verir. Yox, xoşum gəldi, elə bir ki, ürək vicdan oldu. Yəni ki, bu normal bir şeydir, bu qədər mən belə oynayıram, eləyirəm, siz gördünüz onu. Siz onu göstərməsiniz, heç kim görmürdü, eşki neysə. Deyə bu qədər etiket idi, neysə. Elə də böyüdünüz ki, elə bir bu boyda etiket var orada, bir damcı şeydir də, onu siz bəlli etməyə bilərsiniz. Fasilə verək, qısa bir reklam fasiləsinə ayrılırıq. Reklamlardan sonra yenidən bir yerdə olacağıq, biraz sakitləşək, əsəblərimiz gərilib. Reklam fasiləsində bu soyuqluğu, agresiyanı azaltmaq istədim. Lakin gördüm ki, alınmır. Yox, bilirsiniz, mən sizə bir dənə sözlüyüm, çox xahiş edirəm. Qonağı bura çağırırsınızsa aşağılamayın. Nəsə axtarırsınız ki, aşağılayasınız. Heç vaxt. Çağırdığınız qonağa hörmət eləyin. Ha qapınıza gəldi, ha studiyaya gəldi. Çox xahiş edirəm. Siz evinizə gələn qonağa belə eləyirsiniz. Səsinizin tonunu biraz aşağı salaq. Mənim sesimin tonu... Efirdəyik və izləyicilərimiz baxır. Səs tonunuzda zəhmət olmasa fikir verin. Yəni burada artıq hadisələr olmasın. Biz qonaqlarımıza qarşı çox nəzakətliyik. Bugünə kimi gələn heç bir qonağımız da bizim haqqımızda heç vaxt şikayətçi getməyibdir. Yox, bunu çıxarırsan, belə elir səni, qiymətini göstərirsən cəmaata. Cəmaata göstərmirdim, özüm baxırdım. Bunu mən çox daha qiyməti göstərdim. Burada nə var ki, indi də duraram da, bunun qiymətini də göstərərəm. Bu balaca bir etiket deyil, bu böyük bir etiket idi, mən də bunu göstərərəm. Burada, əgər bu şey var idisə, hörmətsizlik niyə edir? Kəmalə xanım, bir köməkçimiz yox idi burada, bir bunu deyək ki, ay bacı, bunu çıxart burada. Mən köməkçilə gəlmişəm, tək gəlmişəm, onun sadiyası yoxdur, özüm bilərəm. Necə aidiyyatı yoxdur, bəs mənim efirimdir, mən istəmirəm biabır olasınız, istəmirəm belə bir hadisə baş versin. Bəs onda niyə biabır eləyirsiniz? Biabır eləyirsiniz. Valla bunu abartmaqla elə siz özünüzü biabır elədiniz. Valla burada biabır olan özünüzü doğrudan da bugün biabır elədiniz. Çağırırsınız, aşağılayırsınız qonaqları. Ay emblem açdı, ay bunu sən taxıb gəlmişsən, mən taxıb gəlməmişəm. Onu bildirmək lazımdır. Bu səndə olmasaydı, mən aşağılamaq nədir? Mən elə şeylər edirəm. Yenə ki, heç bir qonağımdan o barədə heç nə danışmamışam, nə aşağılamaq olubdur, nə də bir şey. Valla deyir, o cəmaata göstərirsən, burada nə var ki? Əsrəmi bayaqdan əsəbdən. Mən ilə belə qiymətlər məclis oxuyacam. Əsəbiniz yoxdur, mənim də əsəbim var, gözəl əsəbim var, əsəbləşə də bilirəm. Əsəbləşə də bilirəm. Qurban olmuşsa, duraq çıxaq gedək, bir qonağındır. Yox, əlbəttə ki, əlbəttə ki, yox. Kəmalə, bu etiniz da siz. Ay Allah. Birinci yola Bu da ikinci hörmətsizlik, bir dəqiqə. Birinci hörmətsizliyi gördük, bu da ikinci hörmətsizlikdir. Mən tamaşaçılarımızdan çox üzr istəyirəm. Əziz izləyicilərimiz, sizdən çox üzr istəyirəm. Doğrudan da belə bir hadisəyə şahid olmağımızı heç istəməzdim.